Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba şəhər İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon polis şöbəsinin rəisi, İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə şəhər sakinləri ətraflı bilgiləndirilib. Geçen il səhv eləmirəmsə, fevralın 4-ü növbəti Quba sakinlərinə görüşdükdə sizə müraciət etmişdik. Asfalt məsələsi idi, küçə püskündə idi. Siz də demişdiniz ki, bəs sentyabr, oktyabr aylarında küçə asfaltlanacaq, hələ də oldu. İndi bütün qonşular, 24 ayda yaşayıb, bütün qonşular adından, yukarı məhəllənin sakinləri adından sizə təşəkkürlərinizi bildirir. Siz sağ olun. Siz sağ olun. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədi ilə aidiyyatı şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Sahib Məmmədli üçün Şüalı Qafqaz TV üçün.